Abbas özünü bu yerdə Əlqəmə çayına yetirdi. Deyilənlərə görə Abbas Əlqəməyə çatarkən bərk susuz olsa da amma su içmədi. Bu gecə də amannamə gətirmişdilər əvvəlcə. Gördülər Şimrin səsi gəlir. Şimrin ana tərəfdən deyirlər qohumluğu vardı əvvəlcə. Bacım oğlanları deyirdi onlara. Əvvəlfəz çağırır bir qardaşlarını özünü çağırır. Əvvəlfəz ağı elə bil eşitmiş Şimrin səsini. İmam Hüseyn dedi, qardaş get gör nə deyir. Gəldi dedi, sənə amannamə gətirmişəm. İbn Ziyad amannamə verib, getsən sən amandasan. Baxdı dedi, təbbət yədak ya Şimr, əlin qursun Şimr. La'nəkəllah və la'nə ma ci'tə bihi min əmanikə haza. Allah sənə də lənət eləsin, sənə bu amannamə yazana da lənət eləsin. Ətə'muruna ən nətruk əxanəl Hüseyin ibn Fatimə. Deyirsən qardaşımız Fatimə balası, Zəhra balası Hüseyni tərk eləyək. Deyirsən ki, Hüseyni tərk eləyək, lənət olunmuşların tərəfinə keçək. Lənətə gəlmişlər və lənətə gəlmişlərin oğullarının tərəfinə keçək. Dedi, ey pir-i mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdə-i qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət, amannamə yazan valiyədə. Dedi, mənə amannamə gətirmişsən, sızdı, atdı, qayıtdı, gəldi xeyməsinə. Birdən gördü Əli Əkbər yanıb xeymə yanında başını salıb aşağı. Əvvəlfəz çıxdı, dedi, sanın sənə fəda olsun, niyə belə dayanmısan? Dedi, əmi atam çağırır səni xeyməsinə. Gəldi, başı aşağı salıb, həyəcanlı halda gəldi Hüseynin xeyməsinə. Üzbəöz dayandılar, ayla gün üzbəöz dayandılar. Hüseyin baxdı dedi, heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Ne getmək istəyirsən get. Amannamə veriblər, getmək istəyirsən get. Deyir, əvvəlfəz heç nə demədi, başını saldı aşağı. Çıxdı Hüseynin xeyməsindən, bilirsiniz hara getdi? Getdi Zeynəbin xeyməsinə. Əvvəlfəz də çətin məqamda bacısı Zeynəbə pənah aparır. Ay dərdi olanlar, ay hacəti olanlar, nə dərdiniz var bu gecə deyin xanım Zeynəbə. Girdi Zeynəbin xeyməsinə. Sərbəsər nurəclərində Murtəzanın qanı var. Bacı, qanız eşqüz ilə qətrə-qətrə qanının zəryanı var. Bacı, dərdiməndəm, dərgahınızda dərdimin dərmanı var. Dur bir himayə eylə, ağam qovmasın məni. Bacı Hüseyin nə danışır, ağam nə danışır? Dur himayə elə, ağam qovlamasın məni. Zeynəb başını saldı aşağı, yəni Hüseyin deyən yerdə mən nə deyim? Bir onda gördülər əvvəlfəz çıxdı Zeynəbin xeyməsindən. Qızlar dayanıb əl-ələ tutub baxırlar. Baxdılar, gördülər başından döyüş papağını çəkdi qoydu yerə.
Belindən qılıncın açdı qoydu yerə. Ayaq yalın başası qızların arasından keçdi. Birdən söndüm Hüseynə baxdı, dedi Hüseyn elə bilmə başqa qapıya gedirəm. Gedirəm Nəcəfə atam Əlinin qapısına. Gedirəm atama deyəm ağam qoyuladı məni. Onda qızların ağlamaq səsi uzaldı. Rüqəyyə gəldi qabağa, qoyun əmimdən özüm danışım. Məndən keçməz, qoyun özüm danışım əmimdən. Gəldi dolandı Əbəlfəzlin başına. Əmi hara gedirsən? Getməyin olsa da fikr et mənə ondan sonra get. Bağla qollarımı ver düşmənə ondan sonra get. Sizi qızım hara gedirəm? Haram var hara gedin. Belə danışma, qeyrətim məni öldürür. Aşura günü demirəm nə oldu. Gəlib sağollaşmadı qızlarla. Qorxurdu Səkinə dözməyə, Rüqəyyə dözməyə. Onu o qədər çox istəyirlər uşaqlar. Vidalaşmaqdan qaçırdı. Gəldi tez su qablarını götürdü, dedi balalar gedirəm su gətirməyə. Demirəm nə oldu. Demirəm nə oldu. Day mənim də taqətim yoxdur bu sözləri danışmağa. Sizin də yəqin taqətiniz yoxdur. İmam Zaman ağanı da narahat eləməyək. Amma uza yerdən yıxılan vaxt birini görsəz əgər, uza yerdən yıxılan vaxt birini görsəz əgər, qoyar əvvəldə bu məlum idi qolları yerə. Görmüsünüz bir adam uza yerdən yıxılanda neynir? Qolun verir qabağa. Olmadı qolları, yıxılan vaxtı da versin qabağa. Üzü üstə gəldi yerə. Bilmirəm nə oldu, yanıqlı dildə qardaş səslədi. Yaderəm bir yol 34 ildə qardaş səslədi. 34 ildə birinci dəfə Hüseynə qardaş dedi. Hüseyn dedi, Zeynəb biçimin səsidir. Özü başa düşdü. Sizi qardaş, qardaşım Əbəlfəzlin səsidir. Onda əlin qoydu belinin üstünə, əl-an inkəsərə zəhri. Əbəlfəz belimi sındırdın. Əbəlfəz şəhid olandan sonra düşmən cürət tapdı xeymələrə tərəf gələ. Ondan sonra cürət tapdı. با عشقی بهارا سنه بفر اویتی جزمه سبتارا سنه بفر دنیا دنزد کرده زهرا سنه بفر شایست سمن حقش به اون